Hər birinizi yeni bir videodan salamlayıram. Bugünkü videoda Microsoft şirkətinin rəsmi proqramı olan Microsoft PC Manager haqqında məlumat vermək istəyirəm sizə. Proqram tam pulsuzdur və sizin Windows üçün bəzi lazımlı ayarlamalarını bir mərkəzdən idarə etməyinizə imkan verir. Proqramın içərisində olan bütün funksiyalar demək olar ki, Windows'un özündə də var, ancaq ayrı-ayrı yerlərdədir. Bunların hamısını bir yerə cəmləyib Microsoft PC Manager adlı bir proqram yaradıblar. Proqram bu linkdən yükləyə bilərsiniz. Linki videonun açıqlama hissəsinə yerləşdirəcəm və burada gördüyünüz kimi Microsoft Store-da da var. Proqram Windows 10 və 11 üçündür. Windows 7-ni dəstəkləmir. Artıq ümumiyyətlə Windows 7 üçün heç bir dəstək yoxdur. Buradan yükləyirik və quraşdırırıq. Bir seçim var, işarələnib. Windows'a giriş etdikdə avtomatik proqramda başlasın. İstəyə görə dəyişə də bilərsiniz. Buradan başla deyirik. Proqramın ana səhifəsi bu qaydadadır. Burada bir neçə bölmə biz görürük. Burada boost var, deməli proqramların istifadə olunan hissəsini boşaltmaq var və burada da lazımsız faylların 601 MB artıq yığılıb. Onların silinməsi var. Boost desək, buradan gördüyünüz kimi geri saydı, buradan təmizlədi 600 MB. Dediyim kimi bu Windows Disk Cleanup bölməsində onu biz eləyə bilirik. Amma burada bir neçə lazımlı funksiyaları bir yerə yığıblar, deməli mərkəzləşdiriblər. Burada sağlamlıq yoxlanışı belə deyək, belə bir bölməsi var. Özü axtaracaq. Axtarış bitdikdən sonra burada deməli Windows keşi var. Yenə lazımsız bir neçə fayllar var. Bunlar işarəlidir. Yəni proceed desək təmizləyəcək. Və burada da iki proqram var. Biri Wallpaper Engine, arxada gördüyünüz bu animasiyalı divar kağızı. Bir də Windows'un təhlükəsizlik bildirişi var. Bunu bağlayacağım. Bu isə qalsın. Və proceed deyirəm və bitdi. Bundan sonra geri dönürük. Burada proseslər var. Hal-hazırda işləyən proseslər. Buradan end deyərək bağlaya bilərsiniz. Əsasən hansısa proqram donma, ilişmə olarsa onu da rahatlıqla bağlaya bilərsiniz. Yaxud da istədiyiniz qaydada hansınsa bitirmək istəyirsinizsə prosesin buradan prosesi sonlandırırsınız. Burada startup var. Açıldıqda biraz əvvəl bağladığım yazıb ki, bunların açıq qalması məsləhətdir, amma yenə də istəyə uyğun bağlaya bilərsiniz. OneDrive gördüyünüz kimi bağlıdır, ehtiyac deyil. Geri dönək, burada Deep Cleanup var. Daha detallı təmizləmə. Axtarsın, görək buradan nə nəticə çıxacaq. Əsasən iri həcmli fayllar olacaq yəqin ki, bəli gördüyünüz kimi burada 2 GB üzəri fayllar var, 820 MB var. Burada əsasən gördüyünüz ən birinci bölmədə Windows Update Cleanup yazılıb. Mən bunu yükləməmişdən öncə təmizləmişəm deyə bu azdır. Windows 10-da və 11-də yeniləmələr avtomatik qaydada yüklənir və yükləndikdən sonra onun faylları yaddaşda saxlanılır. Bu da kompüterin həm yaddaşından gedir, həm də zəiflədir işləməyin sürətini və bu vaxtaşırı təmizlənməyi məsləhətdir. Özü avtomatik işarələyib, onun silinməsi var. Burada keş də hamısı təmizləyə bilərik. Steam keş var, OneDrive var, işarələdim. Zibil qabı doludur, onların təmizlənməyi var. Və Microsoft Edge'dən istifadə eləməsək də burada 5 MB-lıq bir lazımsız bir fayl yaranıb. Onu da işarələyirəm. Hamısını işarələdim və proceed deyirəm. Hamısını silsin. Burada ümumilikdə
3 GB idi səhv baxmadımsa. Sonda yəqin ki bizə bildirəcək. Və hər hansı bölmə təmizlənirsə qarşısında clean it yazılır. Bəli, 3.1 GB lazımsız faylları kompüterdən təmizlədi. Bu bölməyə də baxdıq, startup bölməsinə də baxdıq. Protection bölməsinə keçirik. Burada Windows'un update'i yoxlaya bilirsiniz. Buradan gördüyünüz kimi özü avtomatik yoxladı. Ayarlardan da yoxlaya bilirik, amma burada hamısı bir yerdədir. Burada axtaracaq, əgər varsa, mən yaxında yeniləmişəm, inanmıram olsun. Əgər varsa, PC Manager üzərindən yükləyib quraşdıra bilirsiniz. Seçim edə bilirsiniz. Burada default browser settings var. Google Chrome'dur, buradan dəyişə bilirsiniz. Available burada bu arada gəldi. Yəni yenilənmə var. Bu qaydada seçirik və update deyirik. Buradan yükləyib quraşdıracaq. Protection bölməsinə nəzər saldıq. Burada storage bölməsi var. Yenə də burada bizim hard diskimizin yaddaşını bizə göstərir. Burada duplicate fayl var. Yəni bir fayldan əsasən bu şəxsi şəkilləriniz ola bilər. Bilmədən bir neçəsini köçürmüsünüzsə, bir neçələri köçürmüsünüzsə, çox yer tutursa, duplikat faylları tapıb birini silə bilərsiniz. Burada böyük həcmli faylların axtarışı var. Burada yüklədiyiniz faylların axtarışı, yəni səhmana salınması belədir. Manage yazıb da, yəni silə bilərsiniz, baxa bilərsiniz, sıralaya bilərsiniz. Apps bölməsində yenə prosesi biz görürük, 7 proses var. Startup apps. Burada hansı ki Windows açsanda aktivdir, onlar da buradan yenə bağlaya bilərsiniz, aça bilərsiniz. Buradan uninstall silə bilərsiniz, hansı ki kontrol paneldən də biz silə bilirik. Microsoft Store keçid qoyublar. Burada Toolbox bölməsi var, screenshot var, istifadə edə bilərsiniz. Sonra recorder bura gətirilib, notepad, kalkulyator bura vacib olan proqramların hamısını bayaq da qeyd etdiyim kimi bir yerə yığıblar. Burada valyuta çeviricisi var, hava haqqında məlumat var, şəkil axtarışı var. Bu yəqin ki web axtarışdır. Microsoft Edge yönləndirdi bizi. Burada isə proqram öz ayarları var. O qədər də çox bir seçim yoxdur. Dil seçimi var. Görək Azərbaycan dil dəstəyi varmı? Və həmişə kimi Azərbaycan dil dəstəyi hələ ki yoxdur, yəqin ki gələcəkdə olar və gələcəkdə də yəqin ki proqram get-gedə yeniləmələr alacaq, yeni funksiyalar əlavə olunacaq. Bu günlük bu qədər. Bu gün tam ödənişsiz bir tətbiq olan kompüterimiz üçün faydalı bir tətbiq olan Microsoft PC Manager bir yerdə incələdik. Bu tip videoların davamı üçün və daha faydalı videolar üçün kanalımıza nəzər sala bilərsiniz. Keçmiş videolarımıza və kanala abunə olmağı da unutmayın.